Birinci time düşünürəm ki, tam olaraq oyunu ələ almışdıq, çox yaxşı oynayırdıq. Xüsusilə də topla çalışırdıq məşqçinin verdiyi. Çalışırdıq deyəndə, mən düşünürəm ki, məşqçinin verdiyi tapşırıqları böyük ölçüdə yerinə yetirirdik, xüsusilə də topla oyunda. İkinci hissədə bir qədər başlanğıcda düşünürəm ki, hardasa boşluqlar verdik. Normaldır, yəni indiki müasir futbolda 90 dəqiqə tam olaraq dominə edən az komandalar var. Amma yenidən sonra oyunu ələ ala bildik. Yəni üzülürəm ki, son dəfə yadıma gəlmir nə vaxt bu qədər qol epizodları yaratmışdıq, amma belə deyək, dəyərləndirə bilmədik. Amma yenə acınacaqlı məğlubiyyətdir, razı olarsan. Yox, əlbəttə, bütün məğlubiyyətlər acınacaqlıdır. Yəni xüsusilə də milli komandada alınan məğlubiyyətlər doğrudan da klubdan daha çox toxunur. Çünki klubda onun belə deyək, düzəlmə şansı var. Çünki istər-istəməz çox oyunlar oynayırsan, millidə elə olmur. 2 maksimum 3 oyun olur. Və bunlar önəmlisi odur ki, qısa müddətdə olur. Çalışmalısan ki, yəni digər oyuna tam olaraq mental xüsusilə də hazır olasan. Ümid edirəm ki, belə deyək də, bu məğlubiyyətdən dərs çıxardıb buraxdığımız qollardan, səhvlərdən və San Marino oyuna qələbəyə çıxacaq. Hardasa bu San Marino oyunu reabilitasiya kimi şey eləmək olar komanda özünü. Niyə? Yəni qələbə qazanıb onun əvəzinə. Əlbəttə ki, yox, elə bildim ciddi yanaşmırsan. Yox. Yox, San Marino'ya təbii ki, yəni San Marino'dan sonra xüsusilə də belə deyək, hardasa bir qədər futbolçulara istirahət olacaq. Milli futbolçular üçün də belə deyək, klubda necə olur, məsəl üçün son oyunu qalib gəlib istirahətə gedəndə bir qədər daha yaxşı, belə deyək, mental olaraq daha yaxşı keçir tətilin, amma millidə də elə eyni cür, yəni son oyunu əlbəttə ki, yəni özünüz də gördünüz bugün, yəni heç kim belə deyək, tətil beynində deyil idi uşaqlara, yəni bir söz demə olmaz, yəni hamı maksimumunu çalışdı meydanda. Birincisi də bir neçə momentin oldu. Hiss olunurdu ki, çox qol vurmaq istəyirsən. Məhz qol vurmaq istəyirsən, yəni. Əlbəttə ki, çünki klubumda da az oynayıram. Demək olar ki, bu il ən bərbad sezonumu keçirdim. Və digər oyunçular da belə deyək. Tam bu formada deyilsən üstəlik. Forma deməyim, yəni oyun çatışmamazlığı daha çox, oyun təcrübəsi də deməyim də, oyun praktikası. Çünki bəzi momentlər oldu, yəni düşürdüm arxaya, kömək eləyirdim. Yəni hiss eləyirəm ki, fiziki olaraq yəni kömək eləyə bilərəm komandaya, amma hər halda qol epizodlarını qaçırırsansa, bu artıq yəni bir qədər dediyiniz kimi oyun praktikasıdır. Və bu barədə də düşünürəm hər gün. Mənə iki tərəfli biraz həm şəxsi həyatımda, həm futbol həyatımda biraz çətinliklər oldu bu sezon. Həm zədəm olsun, ailəmdə baş verənlər olsun. Mental olaraq da oradan çox çətin idi mənə yenidən bərpa olmaq. Bu oyunlar